Prezident İlham Əliyev mayın 12-sində BP şirkətinin baş icraçı direktoru Meg O'Neil'i qəbul edib. Dövlətimizin başçısı Meg O'Neil'i BP şirkətinin baş icraçı direktoru vəzifəsinə təyin olunması münasibətilə təbrik etdi. Onun rəhbərliyi ilə SOCAR BP uğurlu əməkdaşlığının gələcəkdə də davam edəcəyinə əminliyini bildirdi. Prezident İlham Əliyev ölkəmizlə BP arasında 30 ildən artıqdır ki, nadir tərəfdaşlıq tarixçəsinin olduğunu dedi. Dövlətimizin başçısı vurğuladı ki, bu müddətdə həyata keçirilmiş bütün layihələrdən əldə edilən gəlir əsasən Azərbaycanın sosial-iqtisadi inkişafı üçün istifadə olunub. Ölkəmizlə BP arasında icra olunan layihələrin sayının artmaqda olduğunu deyən Azərbaycan prezidenti, bunun əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu nümayiş etdirdiyini vurğuladı və tərəfdaşlığımızın strateji xarakter daşıdığını diqqətə çatdırdı. Təbriklərə görə təşəkkürünü bildirən Meg O'Neil, Bakıda olmaqdan şərəf hissi keçirdiyini dedi. BP şirkətinin baş icraçı direktoru ümumiyyətlə lider Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə neft və qazdan əldə edilən gəlirin ölkənin inkişafına sərf olunması ilə bağlı uzaqgörən liderliklərini xüsusi vurğuladı. Meg O'Neil bu xüsusda Bakının inkişafına, o cümlədən yollara və infrastruktura yatırılan sərmayəyə toxundu. Dövlətimizin başçısı qeyd etdi ki, bəzi hallarda neft və qazdan əldə edilən gəlir sosial qeyri-bərabərliyə səbəb olur. Azərbaycanın timsalında isə bu ölkənin tərəqqisinə kömək edib. Müstəqilliyimizi bərpa etdikdən bir müddət sonra əsrin müqaviləsinin imzalandığını xatırladan Prezident İlham Əliyev, 1-ci Qarabağ müharibəsindən sonra ölkəmizdə vəziyyətin çətin olduğunu dedi. Ərazilərimizin itkisinə məruz qaldığımızı və humanitar fəlakətlə üzləşdiyimizi vurğuladı. Azərbaycan prezidenti bildirdi ki, o zaman büdcəmiz sıfır səviyyəsində idi və bu vəziyyətdən çıxmağın yeganə yolu əsas beynəlxalq şirkətləri ölkəmizə cəlb etmək, onları investisiya yatırmağa inandırmaq idi. Prezident İlham Əliyev bu xüsusda BP-yə göstərdiyi etimada görə minnətdarlığını bildirdi. Söhbət zamanı BP-nin ölkəmizdə icra etdiyi enerji, o cümlədən bərpa olunan enerji layihələri qeyd olundu. Şirkətin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirdiyi layihənin önəminə toxundu. Görüşdə ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolu qeyd edildi. SOCAR BP əməkdaşlığının perspektivləri müzakirə olundu.